Salamlar, videoya xoş gəlmisiniz. Bu videoda biz 2025-ci il nəşr olan dil test toplusu 11-ci sinif buraxılış imtahanı üçün nəzərdə tutulan toplunun bitmiş zaman formaları testi ilə davam edirik. Digər mövzuların da izahı kanalda var. Keçib baxa bilərsiniz. Birinci sualla başlayaq. Mən birinci qələmdə dəyişiklik düzəlişlik edeyim, sonra başlayaq. Məncə belə yaxşı olar. Baxaq. Çox nazik. Belə daha yaxşı. Aha, baxırıq ən birinci. Alex was tired as he holiday for a long time. Ümumiyyətlə for dedik biz. Fordan sonra zamanla bağlı hər hansı bir söz gəlirsə bu bitmiş zamanın xüsusiyyətidir. Deməli, burada have a holiday məzuniyyəti olmaq deməkdir. Bu have-li ifadədir. Yəni bu deməkdir ki, burada have əsas feildir. Yəni burada təkdirsə bu indiki zaman olur. Bu keçmiş sadə zaman olur. Çünki bir dənə burada have ya da has olur. Məsələn, has a holiday, had a holiday. Bu have-in formasıdır. İndiki zaman forması və keçmiş zaman forması. Has'ın da ümumiyyətlə biz qaydadan bilirik ki, əgər əsas feildirsə, əsas feilin inkarı notla düzəlməz. Burada doesn't-la düzələrdi. Doesn't have olardı. Bunu da çıxıram. Qaldı bu iki variant. Hər ikisi bitmiş zamandır. Bu bitmiş zamanın hədidir. Bu isə participle to, have-in participle to formasıdır. İndi baxırıq. Eyni şeydir. Biri təsdiqdir, biri inkardır. İndi gəlin mənaya baxaq. Aha. Belə olduğu halda biz nə edirik? Mənaya baxırıq. Çünki heç bir qrammatik cəhətdən burada biz deyə bilmərik ya təsdiqdir, ya inkardır. Ona görə mənaya baxırıq. Deyir ki, o uzun müddətdir ki, tətil etmədiyi üçün, məzuniyyəti olmadığı üçün yorğun idi. Yəni tətil etmədiyi üçün inkar Y variantı olacaq. Baxırıq ikinci suala. İkinci sualda yenə baxın have ifadəsidir. Have a rest. Yaxşı olar ki, have ifadələrini artıq bu mövzuda öyrənəsiniz. İndiyə kimi öyrənməmisinizsə. Have a rest sözü ifadədə istirahət etmək deməkdir. Deməli, burada have nə olacaq? Have özü əsas feil olacaq. Və əsas feil isə inkar bu formada düzəlməz. Digərləri qalsın. İndi baxırıq. Baxın, cümləm hamısı keçmiş zamandadır. Deməli, burada da keçmiş olacaq. Have indikidir. Bunu da çıxdıq. Qaldı digərləri. Deyir ki, biz evə çatanda mən yorğun idim. İstirahət etməmiş olduğuma görə yorğun idim. Yadınızda qalsın, əgər keçmiş zaman varsa və digər hərəkət həmin hərəkətdən daha keçmişdirsə, bitmiş zaman işlənəcək. Yəni, mən yorğun idim, çünki mən istirahət etməmişdim. Yəni, yorğun olandan əvvəl istirahət etməmişdim. Ona görə keçmiş bitmiş olur və inkarda olur. İstirahət etməmiş olduğuma görə. Gəldik üçüncü suala. Üçüncü sualda baxırıq. Burada before var və burada sadə keçmişdir. Belə olan halda çox halda burada keçmiş bitmiş olur. Uzlaşmaya baxsaq belə, baxın bu keçmişdir, went. Reads indikidir, indiki sadə, indiki davam edici, gələcək, indiki bitmiş. Keçmiş bitmiş olan D variantıdır. Yəni keçmişlə uzlaşan yeganə variant D variantıdır. Bu uzlaşma izahı. Bir də tərcümə cəhətdən baxaq. Bəzən şərhlərdə deyirsiniz ki, tərcümədə edin. Ona görə həm iki izah verək, həm qaydanı, həm tərcüməni. Deyir ki, o yatmamışdan əvvəl bir neçə qısa hekayə oxuyub. Baxın, burada oxuma hadisəsi yatmaq hadisəsindən daha əvvəldir. Bu birinci baş verir, bu ikinci. Ona görə birinci baş verən daha keçmiş, yəni keçmiş bitmiş zaman olmalıdır. Əsasən ıb, ib, ub, üb, bir də mış, miş digər formaları bu halda tərcümə olunursa bu formada. Həmin halda biz bitmiş zaman istifadə edirik. Təbii ki, fərqli hallar da ola bilir. Çünki dildən dilə tərcümədə dəyişikliklər ola bilir. 4-ə baxırıq. Burada now var. We everything now. It is time to leave. Tərk etməyə vaxtıdır. Deyir ki, burada indi nə onu görüb davam edici zaman axtara bilərsiniz, amma variantlarda yoxdur. Bu zaman mənaya baxırsınız. Deyir ki, çıxmağın vaxtıdır, getməyin vaxtıdır. Biz indi hər şeyi paketləmişik. Yəni artıq hər şeyi paketləmişik. Nəticəsi göz qabağındadır olacaq. İndiki bitmiş zaman. Digərləri
uyğun gəlməyəcək. Çünki hadisənin nəticəsi göz qabağında, hadisə isə özü keçmişdə baş veribsə, necə ki burada artıq paketləmişik. Yəni paketlər göz qabağındadır, görürük, amma hadisə çoxdan baş verib deyə burada olacaq indiki bitmiş zaman. Aha. Deməli, baxın, told burada keçmiş zamandır. İndi yesterday görüb sadə keçmiş götürmürsünüz. Çünki o bu hissəyə aiddir. Elə yesterday verib, burada da told verib. Sadə keçmiş. İndi keçmişlə uzlaşan bu indiki davam edici olmaz. Ümumiyyətlə, baxın, bu baş cümlədir. Emily dedi ki, nəyi dedi? Baxın, bu baş cümlədir. Burada tamamlıq budaq cümləsidir. Baş cümlə keçmiş olanda mütləq budaq cümlə uzlaşmalıdır. Amma bu baş cümlə indiki zaman olsaydı, budaq cümlə istənilən zamanı verə bilərdiniz. Amma keçmişdirsə mütləq uzlaşdırmalıyıq. Bu dediyi indiki davam edəcək, indiki sadə, indiki bitmiş uzlaşmır olacaq. A variantı keçmiş bitmiş. Deyir, dünən Emily mənə dedi ki, o uzun müddət əvvəllər Mr. Carner'la tanış olub. 6-ya baxırıq. What has your little son done here with his toys? Aha. Gəlin baxaq. Ümumiyyətlə burada elə çox asan qrammatik qayda ilə tapa bilərik. Zamana baxmadan. He-dir üçüncü şəxsin təki. Burada have yox, has olardı. Play-nin sonunda s olardı. Are yox, is olardı. Were yox, was olardı. Elə bir dənə D variantı qalır. Has played. Ya da ki, belə asan formada da tapmaq olar. Sualım has done, indiki bitmiş zamandır və cavabımda da başqa zaman zərfi yoxdur. Zaman zərfi yoxdursa başqa. Elə sual nədirsə, həmin də cavab olur, həmin zamanda. Has played olacaq. He has played. 7-yə baxırıq. Yenə də baxın, burada yenə eyni qayda ilə də çıxa bilərəm. Z-dir, were olardı, are olardı, s olmazdı, have olardı, c olur. Ya da ki, sualım hansı zamandadırsa, have done, indiki bitmiş, cavabımda həmin zamanda olur, have made, o da indiki bitmiş. Baxırıq 8-ci suala. Aha, baxın, began. Began üçüncü formadır. Birinci forma begin. Begin. Buradakı u, i yazılır. İkinci forma began. Fe'nin üçüncü forması isə began. Yəni, participle to forması u-la olacaq. Participle to'dursa burada will olmaz. Çünki will be olsaydı, hə. Sonra, burada eyni şəkildə qaldı bu 3 dənəsi. A, B və C variantı. Burada da B olmalıydı. Çünki began olması üçün to be olmalıydı əvvəlində ya da bitmiş zaman have has had olmalıydı. İndi baxırıq burada the play təkdədir. Təkdədirsə have yox, has olardı, yəni B variantı. Tərcüməyə də baxır, deyir, sən gecikmisən, səhnəcik, yəni əsər indicə başlayıb. Yəni artıq başlayıb, nəticəsi göz qabağındadır, müəyyən hissəsi baş verib artıq. 8-ə baxırıq, we are late. Yenə də baxın, rang. Bu da ring, rang, rang. Bu üçüncü formadır, yəni participle to'dur. Fe'lin üçüncü forması. İndi baxırıq, yenə də will'in B'si olsaydı doğru olardı. Burada da will'in B'si olsa doğru olardı. Digər hallarda yanlışdır ya da have has had olmalıdır. Yenə the bell, zəng təkdədir. Has olardı, olacaq Y variantı. Biz gecikmişik. Zəng artıq çalınıb. Ona baxırıq. Yəni, baxın, burada çalınıb, nəticəsi göz qabağındadır. Dərslər məsəl üçün artıq başlayıbdır. Baxırıq, 10-cu suala yet var. Yet demişdik ki, bitmiş zamanın göstəricisidir və inkarda olmalıdır cümlə. Ya sualda olmalıdır, ya inkar. İndi burada nöqtə varsa sonunda sual deyil. Demək ki, inkarda da Y variantındadır. Qalan hamısı təsdiqdir. 11-ci suala baxırıq. Aha, burada already var. You, the news already olacaq bitmiş zaman. Yəni C variantı. Bu sadə keçmişdə, hətta səhvdir. İkisi də olmaz. Bu keçmiş davam edəcək, gələcək davam edəcək. Bizə isə indiki bitmiş lazımdır. Have you announced the news already? Deyir, sən artıq xəbəri anons etmisən, elan etmisən. 12. Aha, baxıram cümləmə. Baxın, after they had paid the bill. After'dan sağda bitmiş zaman olanda, solda əsasən sadə keçmiş olur. Yenə də baxaq. Uzlaşmaya baxırıq. Bura keçmişdir, keçmiş bitmişdir. İndiki bitmişlə uzlaşmır, gələcəklə, indiki bitmiş davam edəcəklə uzlaşmır. Hər iki tərəfdə after'ın hər iki tərəfində keçmiş bitmiş olmaz, elə Y variantı olacaq. Gələcəklə də baxaq. Deyir, onlar hesabı ödəyəndən sonra qonaqlar
tip qoydu. Tip nədir? Yəni axırda pul qoyurlar. Məsələn 11 manatsa məsələn 15 manat ödəyirsən, yerdə qalan 4 manat tip olur o deməkdir. Yəni çeki ödəyəndən sonra baxın bu hadisə birinci baş verib, tip qoydular. Bu isə ikinci hadisədir. Ona görə bu daha keçmişdir, bitmiş olur. Burada isə olur Y variantı. Burada before ilə də bağlı var. Gəlin qarşılıqlı göstərək. Baxın, before olanda before'un solunda bitmiş zaman verdik. Burada isə aftənin sağında bitmiş zaman verdik. Aftənin sağında sadə zamanda işlənir. Sadəcə bitmişin işlənməsini deyirəm. 13-ə baxırıq. Baxın, elə before gəldi. Before dedik, burada sadədirsə, burada bitmiş olur əsasən. Keçmiş bitmiş. Gəlin, baxıq yenə də mənaya. Deyək ki, onlar konfransa başlamazdan əvvəl işçilər sənədləri, daha doğrusu işə götürənlər sənədləri imzalayıblar. Yəni başlamazdan əvvəl imzalayıblar. Nəticəsi artıq göz qabağındaydı həmin zaman. Ona görə keçmiş bitmiş olur. Baxırıq 14-cü suala. Already var. Already varsa bitmiş zaman olacaq. Ya D-dir, ya E-dir. Bu indiki davam edəcək, keçmiş davam edəcək, gələcək, sadə gələcək. Baxırıq cümləyə. I have already read the book. Mən artıq kitabı oxumuşam. I can lend it to you now. Mən onu indi sənə verə bilərəm. Baxın, nəticəsi indi göz qabağındadır. Biz səndən qarşı-qarşıya durmuşuq. Deyirəm ki, mən artıq kitabı oxumuşam. Kitabı sənə verə bilərəm. Bu indiki zaman olduğuna, bu da avtomatik indiki zaman olur. Çünki nəticəsi indi göz qabağındadır. 15-ci suala baxıram. Baxın, by the time I returned. By dedik ki, hansı zamanla işlənirdi? Ya gələcək bitmiş, ya keçmiş bitmişlə işlənirdi. İndi bu keçmiş olduğu üçün keçmiş bitmiş olacaq cavab, yəni A variantı. My mother had ordered tickets by the time I returned. Deyir, mən qaydana kimi mənim anam biletləri artıq sifariş etmişdi. 16-cı suala baxırıq. Yet var, dedik bitmiş zaman olacaq və inkarda olacaq. Bu bitmiş deyil, indiki sayədir, bu gələcəkdir, bu da təsdiqdir. Qaldı A və B variantı. İndi baxın, deyirəm ki, biraz gözlə, sən hələ də dəvət məktubu almamısan. Söhbət indidən gedirsə, indiki bitmiş olacaq. Bu indiki zamanda əmr cümləsidir, keçmiş olmaz. 17-yə baxıram, yenə də yet var, bitmiş zaman olmalıdır və inkarda olmalıdır. Bu ümumiyyətlə indiki sayədir, decələr bitmişdir. Bu təsdiqdir, bu da təsdiqdir. Çıxdım, qaldı B və Y variantı. Deyim ki, tələsmə, indiki zamandır. Əmr cümləsi, tələsmə. Mən hələ də qərarımı verməmişəm. Söhbət indidən gedir, keçmişdən yox. 18-ci suala baxırıq. Since varsa bitmiş zaman olacaq. Deyir, 2-dən bəri o televizor izləməyib. Ya da daha doğrusu 2-dən bəri o hələ də televizor izləyir. Bu gələcəkdir, bu da gələcəkdir, bu keçmişdir, bu da keçmiş davam edəcəkdir. Bizə isə nə lazım idi? Bitmiş zaman, o da sadəcə C variantındadır. Baxıram 19-cu suala, yenə də bitmiş zaman since var, bizə bitmiş zaman lazımdır. Yenə də doğru cavab olacaq A variantı. Bunlar bitmiş deyil. Bitmiş deyəndə yadınıza düşsün, have, has, had üstə gəlsin, participle to, ya da davam edici zaman forması been və ing görəndə biləcəksiniz, davam edicidir. Bitmişin davam edicisi. Yenə də since var. Səhərdən bəri Roza səni gözləyir. Bu da olacaq davam edici. Üzr istəyirəm, bitmiş zaman. Bitmiş zaman da budur. 21 yenə də since var. Yenə də bitmiş zaman olacaq. Bitmiş zaman sadəcə E variantındadır. 22-ci suala baxırıq. Baxın, before var. Before he found the answer dedik. Burada əsasən keçmiş bitmiş olur. Keçmiş bitmişdə sadəcə A variantıdır. Yenə də gəlin mənaya baxaq ki, yanlışlıq olmasın. Deyir ki, o, daha doğrusu Tom cavabı tapandan əvvəl Tom dəfələrlə sualı soruşub. Bəli, bitmiş zaman olur. Keçmişdirsə, keçmişlə ilə keçmiş uzlaşır da. Bu indiki də gələcəkdir. 23-ə baxırıq. Before var, burada went keçmişdir, uzlaşmaya indiki gələcək uzlaşmır, sadəcə ana, keçmiş bitmiş davam edici ilə uzlaşdı. 24-ə baxırıq, by var, dedi, by'dan sağda olan cümlə keçmiş zamandırsa, keçmiş bitmiş olacaq bura, yəni B variantı. 25-ə baxırıq, by the time var yenə də, baxın, burada da keçmiş zamansa, bura olacaq keçmiş bitmiş, yəni A variantı, keçmiş bitmiş. 26-ya baxırıq. Baxın,
42 hours 2 saatdir ki. Burada da yenə fordan sonra zaman bildirən, period bildirən söz gəlirsə bitmiş zaman olur. İndi when I called him, mən onu çağıranda, baxın, keçmiş zamandır. 2 saat idi ki, mənim dostum məni gözləyirdi. Olacaq nə? Keçmiş, bitmiş, A variantı. For da əsasən davam edici zamanla işlənir. 27-yə baxırıq. Yenə də baxın, for an hour var, 1 saatdir ki, və burada keçmiş zamandır. Burada baxanda bitmiş zaman olduğunu bilirik. Burada baxanda keçmiş bitmiş zaman olduğunu bilirik. O da A variantında da had. Bu indikidir, gələcəkdir. 28-ə baxırıq. Yet var. Yet olanda bizə lazımdır bitmiş zaman və inkarda. Bitmiş zaman D-dir və B-dir. İnkarda olanda D variantıdır. 29-cu suala baxırıq. Baxın, before var. Sağ tərəfdə də keçmişdir. Uzlaşdıraq. İndiki ilə uzlaşmır, gələcəklə uzlaşmır. İndiki bitmiş davam edəcək, indiki bitmiş olacaq. A variantı keçmiş, bitmiş davam edəcək. 30-cu suala baxıram. Before var. Burada da came keçmişdir. Uzlaşdıraq. İndiki davam edəcək, gələcək davam edəcək. İndiki bitmiş davam edəcək. İndiki olduğuna çıxırıq. Bizə keçmiş lazımdır. Bu da indiki bitmişdir. Olacaq D variantı keçmiş, bitmiş davam edəcək. 31-ə baxırıq. Today var. Today özü də bitmiş zamandır. Already özü də bitmiş zamandır. Gəlin baxaq. Bitmiş zaman, bu gələcəkdir, bu keçmişdir, bu da indikidir. Bitmiş zaman sadəcə A və B variantıdır. Biri indiki bitmişdir, biri keçmiş bitmişdir. Məchul növdədirlər. İndi gəlin baxaq, deyir ki, şef deyir, bugün çatmış olan məktubu, biznes məktubunu oxuyurdu. Hansı məktubu? Bugün çatmış olan olacaq indiki bitmiş zaman. Söhbət indidən gedir. Davam edirik növbəti suala, 32-ci suala baxırıq. Baxın, burada ifadə have lunch ifadəsi var, yenə də gələn alt etmək. İfadədirsə bu əsas feildir. Hardan bilirik əsas feildir? Özündən sonra participle to gələndə köməkçi feil olur. İnkarı elə həfəsədin özü ilə düzəlir sualı da. Amma özündən sonra başqa nitq hissəsi gəldikdə artıq onun sualı düzələcək do-does deyirlər, yəni köməkçi feillər. Başqa bir köməkçi feillər. İndi baxırıq burada. Burada əsas feil isə inkarı özü ilə düzəlməz. Bir dənə bunu çıxıram. Digərlərinə baxaq. İndi keçmiş zamanda I was hungry in the evening. Mən axşam ac idim. Çünki mən qəlyanaltı etməmişdim. Həm mışmış kimi tərcümə olundu. İndi yenə gəlin uzlaşdırma ilə baxaq. Bu keçmişdir, bu indikidir, bu da indikidir. Qaldı bu ikisi. İndi deyir ki, mən ac idim. Çünki qəlyanaltı etməmişdim. İnkar olacaq B. 33-ə baxırıq. Yenə də baxın, bayaqki ifadə, have rest ifadəsi. Demək, inkarı özü ilə düzəlməyəcək. Sadəcə A-nı çıxıram. Burada qalır, çünki bu özüdür. Feilin özüdür, bu isə köməkçisidir. Bitmiş zaman olduğuna köməkçisi ilə hədir. İndi baxırıq. Cümləm hansı zamandır? Keçmiş. Düzdürmü? Bunu çıxdım. Qaldı digərlər. İndi for a long time var. Uzun müddətdir ki, bu olacaq bitmiş zaman. Bu sadə keçmişdir. Çünki have feili qayıtı keçmişdir hədə. Bunun bitmiş olması üçün had olmalıydı. Buradakı hədin biri bitmiş zamanın hədidir. Bu da have-in keçmişi hədi, yəni participle to forması. İndi mənaya baxacağım. Biri təsdiqdir, biri inkar. Deyir, Jack yorğun idi, çünki uzun müddət idi ki, tətil etmirdi. Elə bayaqçı kimi də orada as yazmışdı. Burada because yazıb eyni cümlədir demək olar. Baxırıq 34-cü suala. Baxın, since var, saat 5-dən bəri olacaq nə? Bitmiş zaman. Baxın, bu keçmiş davam edicidir, indiki davam edicidir, gələcək davam edicidir. Bitmiş zaman sadəcə bunlardır. İndi baxıram, Jack 3-cü şəxsin təkidir, yəni təkdir, has olmalıydı, have yox. Baxıram 35-ci sual, yenə də since morning bitmiş zaman olmalıdır. Keçmiş sadə, indiki davam edəcək, gələcək davam edəcək olmaz. Qaldı bu ikisi. Jane təkdir deyə has olacaq. Have olmaz. 36-cı suala baxıram. Since morning var. Bura bitmiş zaman olacaq. Deməli, bu indiki davam edicidir, keçmiş davam edicidir, digərləri qalsın. Burada da yet var. Yenə də bitmiş zaman olmalıdır. Əlavədən inkarda olmalıdır. Baxıram, hər biri inkardır. Və qalan variantlarda bitmiş zamandır. Onun mənaya və uzlaşmaya baxaq.
Deyir Tommy səhərdən bəri bir esse yazmağa cəhd edir, amma hələ də bitirməyib. Deməli nə olacaq? Hər biri indiki bitmiş olacaq da, düzdür? Məsələn, burada uzlaşmır, bu keçmişdir, bu indikidir. Hadisələr eyni anda baş verir. Tommy səhərdən bəri yazmağa çalışır, hələ də bitirməyib. Eyni zamandan söhbət gedir. Bu da indikidir, bu da keçmişdir. Yenə də uzlaşma olacaq. İndiki. 37-ci suala baxırıq. Anybody mark at the university either. Burada Aiza var. Aiza varsa bu inkar cümlədir. Bunu bilirik. Onda bu təsdiqdir, bu da təsdiqdir, bu da təsdiqdir, bu da təsdiqdir. Elə yerdə qalır D variantı. Gəlin mənaya baxaq. Görək düzmü yazıq. Nick hasn't found anybody. Hətta burada da anybody olduğu üçün inkar yazırıq. Deyir Nick heç kəsi tapmadı. Sonra deyir ki, Mark da universitetdə heç kimi tapmadı. Yəni ikisi də inkar olur və eyni zamanda olur. Baxırıq 38-ci suala. Baxın, we thought that baş cümlədə özdə keçmişdədir. Dedik, baş cümlə keçmiş olanda uzlaşır keçmişlə. Bu indiki bitmişdir, gələcəkdir, indiki sayədə uzlaşmır. Sadəcə keçmişlə uzlaşır. Keçmiş A variantı olacaq. 39-cu suala baxırıq. Yet var, bitmiş zaman olmalıdır və inkarda olmalıdır. Bu təsdiqdir. Təsdiqdir. Qaldı bu ikisi. It isə həz olar, həv olmaz, olacaq C variantı. Baxıram 40-cı suala. Deməli, burada nədir? Ümumiyyətlə, the lesson sözü təkdir. Burada begins olardı. Getdi. Have you, həz olardı. Getdi. Began forması da, feilin üçüncü forması. Birinci forma begindir. Belə yazılır, begin. İkinci forma, yəni keçmiş zaman forması begandir. Bu tək işlənə bilər. Began üçüncü forma isə ya to be ilə işlənməlidir. Üçüncü forma, feilin üçüncü forması, yəni participle to. Ya to be ilə işlənməlidir, məhsul növü olur. Ya da həfəsərlə işlənib bitmiş olmalı. Heç vaxt tək işlənə bilməz. Əsas feil olaraq, yəni cümlənin xəbəri olaraq. Qaldı C və B. Baxaq görə fərqi nədir? Burada U, burada isə A-nın olması. Biz demişdik, həfəsərlə participle to işlənir. Yəni üçüncü forma U olan. Ona görə B olacaq. Bu səhvdir. 41-ci sualla davam edirik. We are sure that. Baxın, bura indiki zamandır. Baş cümlə. Onda bura istənilən zaman ola bilər. Yəni uzlaşdırmırıq. Yetə baxırıq burada. Yet hansı zamandır? Bitmiş zamandır və inkardır. Baxın, bitmiş zaman sadəcə A və B variantıdır. İnkar olan da B'dir. A təsdiqdir. Bu keçmiş sayədir. Bu gələcək sayədir. Bu da keçmiş hətta səhvdir. İkisi bir yerdə olmaz. 42-yə baxırıq. Yet var burada. Yet varsa bitmiş olacaq və inkar olacaq. Baxıram. Bitmiş olan, bunları çıxıram. Bitmiş olan bu üç dənəsidir. Bu da təsdiqdir deyə çıxıram. İnkar olanlar budur. İndi baş cümlə keçmiş zamandadır. Onda uzlaşdıracağım. Keçmişi götürəcəm. Bu olmaz. 43-ə baxıram. Yet var burada. Yet varsa bitmiş olur və inkar olur. Bunları çıxıram. Bitmiş olanlar bu 3 dənədir. Bu da təsdiqdir. Çıxıram. İnkar olanlar bu 2 dənədir. Burası keçmişdir deyə uzlaşdıracağım. Keçmiş götürəcəm. İndiki yox. 44-ə baxıram. Before var. Before dediyi əsasən bitmiş zamanla işlənir. Yəni gəlin mənaya baxaq, bizim üçün daha asan olsun. I was in Europe last year. Keçən il mən Avropadaydım. Mən əvvəllər orada olmamışam. I hadn't been there before. Y variantı olacaq. Keçmiş bitmiş. Çünki baxın, mən keçən ilə qədər orada olmamışam. İndi desəm, məsələn, mən indi olmamışam deyə bilmərəm. Çünki keçən il olmuşam. Ona görə olmamışam deyirəmsə, deməli, keçən ildən əvvəl olmamışam. Bu hadisədən, Avropaya getməmişdən əvvəl baş verib mənim orada olmamağım. Yəni, bu zamandan daha keçmiş olur bura. Ona görə keçmiş bitmiş olur. Çox rəhlədim, ümid edirəm, başa düşdünüz. Baxırıq 45-ci suala. Eyni cümlədir, deyir o, keçən yay Madriddə deyildi. Üzr istəyirəm, Madriddə idi. O, əvvəllər xaricdə olmayıb. Yəni, keçən il Madriddə idisə, deməli, keçən il xaricdə olub. Ondan daha əvvəl xaricdə olmayıb. Yəni, daha keçmiş olacaq. Yəni, keçmiş bitmiş olacaq. Həm də inkar olan sadəcə budur da, bu təsdiqdir.
46-ya baxıram, yet var. Yet var dedik, bitmiş zaman olacaq və inkarda olacaq. Bitmiş zaman bu ikisidir. Bu isə təsdiqli inkar olan budur. 47-yə baxırıq. Yet var burada. Yenə də bitmiş olacaq, inkar olacaq. Bitmiş olan bu 3 dənədir. Bunları çıxıram. İnkar olan da 2 dənədir. Bunu çıxıram. İndi biri həvdir, biri həzdir. Clerk sözü təkdir deyə həz olacaq. Həv olmaz. 48-ə baxıram. Yenə də yet var. Yenə də bitmiş və inkar olmalıdır. Bunları çıxıram. Bitmiş olanlar bunlardır. İnkar olanlar da ikisi də bunu çıxıram. Dry və təkdədir. Olacaq həz. Həv olmaz. Baxıram 49-a. Aha. İndiki mənaya baxırıq. Mənaya baxıb daha asan tapa bilərik. Deyir, mən bu filmə dəfələrlə baxmışam. Mış-mış kimi tərcümə olundu. Ya da hal-hazırda nəticəsi göz qabağındadır. Baxmışam. Y variantı olacaq. Onca bitmiş zaman indiki bitmiş. Baxıram 50-ci suala. İndi gəl aydın olmazsa məsələn 49-da digər variantlarda qoyub tərcümə edib daha asan yadda qalsın. Mən əvvəllər deyir bu filmə baxırdım. Burada baxırdım davam edici zaman. Əvvəllər yox, üzr istəyirəm. Mən dəfələrlə bu filmə baxırdım deyə bilmirəm. Çünki davam edici zaman olması üçün keçmiş davam edici hər hansı bir xüsusiyyəti olmalıdır. Zaman göstəricisi olmalıdır. Yox, ona görə A olmaz. Mən dəfələrlə baxıram deyə bilmirəm. Çünki dəfələrlə deyəndə mən artıq ona baxmışam da. Bu da eyni sözdür. Sadə zaman işləmir. I am seeing isə hal-hazırda baxıram. Onun heç bir zaman göstəricisi yoxdur cümləmdə. 50-yə baxıram. Before var. Eyni zamanda burada arrived var. Keçmiş. Uzlaşdıraq. Bu gələcəkdə uzlaşmır. İndiki də uzlaşmır. İndiki bitmişdə uzlaşmır. Qaldı bu ikisi. İndi burada did isə bu go olmalıydı. İlkin versiyaya qayıtmalıydı. Bu da səhv olacaq. Y variantı. Davam edirik 51-ci sualla. Yenə də baxın before var və burada keçmişdir. Uzlaşdıraq gələcəkdir. İndikidir. Bu keçmiş bitmiş ola bilər. Böyük ehtimallarla o olacaq. Bu da indikidir. Bu da indikidir. Bizə keçmişlə uzlaşan lazım idi. Yəni B ediyorsa C variantı olacaq. 52-ci suala baxırıq. Already var. Bitmiş zaman olacaq. By the time their mother came. Baxın, by the time dedi ya keçmiş bitmişdi, ya gələcək bitmişdi. Came də keçmiş olduğu üçün keçmiş bitmiş olacaq. Yəni A variantı. Keçmiş bitmiş. 53-ə baxırıq. Just var bitmiş zamandır. By the time də bitmiş zamandır. Return də keçmiş olduğunu bildirir. Yəni keçmiş bitmiş. E variantı. 54-ə baxırıq. Since var bitmiş zaman olacaq. Bitmiş zamanda sadəcə C variantı bu gələcəkdir. İndiki sadədir, keçmiş sadə, keçmiş davam edici. 55-ə baxırıq. Baxın, bura keçmişdir. Gəlin uzlaşdıraq. İndiki sadədir, uzlaşmır. Burada hətta keçmişdir. İndiki bitmişdir, uzlaşmır. Qalanları qalsın. İndi gəlin mənaya baxaq. Deyir ki, Zeyn mənə dedi ki, onun kompüteri xarab olanda o reportun 3 səhifəsini yazmışdı. Baxın, xarab olanda bu xarab olma hadisəsi baş verəndə o artıq yazmışdı. Yəni birinci bu hadisə baş vermişdi. İkinci bu hadisə baş vermişdi. Onda nə olacaq? Bu daha əvvəl baş verdiyi üçün birinci hadisə keçmiş bitmiş olacaq. E variantı yazmışdı. Həm bu tərcümədən görürük ki, mış kimi tərcümə olunur. 56-cı suala baxırıq. Aha, deməli, at last we found out why the police check. Baxın, o found keçmişdir. Find feilinin keçmişidir. Onda uzlaşdıracağım. Bu indiki bitmişdir. Bu da indiki bitmişdir. İndiki sadədir, gələcəkdir. Uzlaşmır. Olacaq keçmiş bitmiş. 57-yə baxırıq. Aha, since var burada. My opinion about Sarah since. Deməli, burada qayda necədir? Since olanda sincedən sağda olan cümlə. Yəni sincein aid olduğu cümlə olacaq sadə, keçmiş. Birinci tərəf isə həm keçmiş bitmiş olar, həm indiki bitmiş olar. İndi cümləmdə başqa keçmiş baxın, heç bir şey yoxdur axı cümləmdə. Ona görə olacaq indiki bitmiş. Yəni olacaq C variantı. Sağ tərəfdə sadəcə sadə keçmiş olur. Bir dənə bu variant var, bir də bu variant var.
Burada da dedik birinci səhvdə bitmiş olmalıdır. Bu sadə keçmişdə uzlaşmaz. Yəni doğru olmaz. Uzlaşma yoxdur. Sinsi olanda uzlaşma gözlənilmir. Çünki bura baxın keçmiş oldu. Bura indiki qaydanı yada saxlamaq lazımdır. 58-ci suala baxırıq. When did you discover that Burada nə olacaq? Gəlin uzlaşma ilə çıxardaq. İki variantı isə izah edim tərcümə ilə. Baxın keçmişdir. İndiki sadə, indiki bitmiş, indiki davam edici uzlaşmır. Bu keçmiş davam edicidir, bu da keçmiş bitmiş. İndiki sən nə vaxt bildin ki, sənin kaşlokun, pulqabın itib? Baxın, fərqinə varanda ki, o itib. Artıq itmişdi. Yəni sən fərqinə varanda o itmişdi. Birinci bu hadisə baş vermişdi deyə daha keçmiş olacaq, yəni B. İtir deyə bilmərəm axı. Fərqinə varanda. Nə vaxt fərqinə vardın ki, o itir. İtmə prosesi davam etmir ki, itdi qutardı. 59. Baxın keçmişdi, baş cümlədir. Mən düşündüm. Keçmişlə uzlaşdıracağıq. Bu gələcəkdir, bu indiki davam edicidir, indiki bitmişdir. Bu ikisi qaldı. İndi before var. Deyir ki, mən düşündüm ki, mən əvvəllər bir həftə əvvəl çeki göndərmişəm. Daha keçmiş olacaq. Yəni mən fikirləşəndən daha əvvəl baş verib deyə keçmiş zaman olacaq. Keçmiş bitmiş olacaq, sadə yox. 60-cı suala baxaq. Baxırıq digər cümləyə. Baxın burada yet var. Deməli bitmiş və inkar lazımdır. Bunları çıxdım. Bunu da çıxıram, inkar deyil. Bitmiş inkar olan bu ikisidir. Baxıram informed keçmişdir olacaq. Deyil, keçmiş bitmiş. 61-ci suala baxırıq. Since var burada. Bitmiş zaman olacaq. Bunlar getdi. Bitmiş zamanlar qaldı. İndi baxırıq. Email sözü təkdir. Have olmaz, has olar. Qaldı bu ikisi. İndi burada no var. Bir cümlədə iki inkar olmaz. Olacaq C. 62-yə baxırıq. Bura keçmişdirsə keçmişlə uzlaşdıracağım. Baxıram. İndiki bitmiş davam edici. İndiki davam edici. İndiki sadə. İndiki bitmiş. Olacaq deyil. Keçmiş, bitmiş, davam edici. 63-ə baxırıq. By var. By 10 o'clock yesterday. Yesterday də var. Deyir ki, dünən 10-a kimi performans bitmişdir. Baxın, keçmiş bitmiş olacaq. By olanda demişdik ki, ya keçmiş bitmiş olur, ya gələcək bitmiş. Burada da yesterday var deyə keçmiş bitmiş olacaq. B. İndi yesterday görüb sadə keçmiş götürə bilmərsiniz. Çünki by var. 64-ə baxırıq. Yenə də by var. Deməli, by'ın qaydası budur. Sağ tərəfdə deməli, burada by var. Burada indiki sadədirsə, o tərəfə çıxmaq istəmirəm. İndiki sadədirsə, burada olacaq gələcək bitmiş. Burada keçmiş sadədirsə, burada olacaq keçmiş bitmiş. Gəlin baxaq variantlara. İndiki bitmişdən işləmir ümumiyyətlə. Heç burada gələcək bitmiş də yoxdur. Variantlarda gələcək bitmiş yoxdur. Elə B olacaq da. Sadə keçmiş və keçmiş bitmiş. 65-ə baxırıq. For decades, yəni illərdir ki, 10 illərdir ki, bitmiş zaman olacaq da. Bunları çıxıram. Bitmiş zaman sadəcə A və B variantıdır. İndi burada təkmil cəm olar. Demişdik, the number of-un xəbəri tək olar. A number of-un xəbəri cəm olurdu. The number of-unki tək. 66-ya baxırıq. The secretary, no time. Baxın, no time, inkar var. Bir cümlədə iki inkar olmaz deyib bu ikisini çıxıram. Qaldı digərləri. İndi gəlin baxaq, görək. So the papers because she for a week var. Bir həftədir ki, bitmiş zaman olacaq. Hamısı bitmişdi. Deyir ki, o bir həftə deməli, sekreterin deyir vaxtı olmayıb ki, sənədlərə göz gəzdirsin. Çünki o bir həftə idi ki, xəstə idi. Olmayıb, xəstə idi. Vaxtı olmayıbsa, xəstə idisə, bu təsdiq olar da, inkar olmaz, olacaq A variantı. Baxmayıb, çünki xəstə idi. Nəticəsi göz qabağındadır. Davam edirik 67-ci suala. Baxırıq burada no way var. Bir cümlədə iki inkar olmaz deyib bu ikisini, hətta üçünü çıxırıq. Qaldı A və D. Birində have-dir, birində has-dir. She ilə have olmaz, olacaq D. 68-ci suala baxırıq.
When the father returned from work, returned keçmişdi və burada for var. For əlavə 1 saatdır ki, deməli burada da keçmiş bitmiş olacaq. Yəni D variantı. İndiki bitmiş olmaz çünki uzlaşmır. For varsa da ümumiyyətlə bitmiş olmalıydı. Bu indiki davam edici, gələcək, indiki bitmiş zamandır. 69-cu suala baxırıq. Yenə də baxın, for 10 minutes 10 dəqiqədir ki, bu olacaq bitmiş zaman. Qod da keçmişdi, uzlaşma cəhətdən keçmiş bitmiş lazımdır bizə. Keçmiş bitmiş də A variantındadır. 70-ci suala baxırıq. Since var burada. İlk dərsdən bəri bitmiş zaman olmalıdır. Bitmiş zaman B və Y variantındadır. Biri təkdir, biri cəmdir. Uşaqlar sözü cəmdir deyə olacaq have. 71-ə baxırıq. Yet var, yet varsa bitmiş olacaq və inkar olacaq. Deməli, bunları çıxıram, bitmişlər qaldı. Bu isə təsdiqdir, bizə inkarlar lazımdır. Biri indikidir, biri keçmişdir. Baxın, said keçmişdir, uzlaşma cəhətdən C olacaq. 72-yə baxırıq. For 20 minutes, baxın, davam edir, üzr istəyirəm, bitmiş zamandır. 20 dəqiqədir ki, bitmiş zaman bir dənə bunu çıxıram. Digərləri qalsın. Burada da yet var. Yet varsa inkar olmalıdır. Bunu da çıxdım. Qaldı. İndi bunları silim. Qaldı A və D. Birində had beendir, birində has beendir. Deyir 20 dəqiqədir ki, Andrew hesablamaları aparır, amma o cavabı hələ də tapmayıb. Hər ki hadisə indiki zamandır. Ona görə hər ikisi indiki bitmiş olacaq. 73-ə baxırıq. Baxın, burada yet var. Yenə də bitmiş və inkar olmalıdır. Bu bitmiş deyil, inkar deyil, inkar deyil, bitmiş deyil. Elə olacaq deyil. Bitmiş və inkar. 74-cü suala baxırıq. Yetdən başlayaq. Bizdə bitmiş və inkar lazımdır. İnkar deyil, inkar deyil. Bu da bitmiş deyil. Qaldı bu ikisi. B və D. Biri həddir, biri həzdir. Gəlin baxaq. Bura həzdirsə, böyük ehtimalla burada həz indiki olmalıdır. Deyir ki, Andrew 20 dəqiqədir ki, bu idmanı edir, amma hələ də o bitirməyib. İkisi də indiki bitmiş olacaq. 75-ci suala baxaq. Yet var burada. Eyni suallardır zaten. Bizə lazımdır inkar olsun və bitmiş olsun. Bax, bu bitmiş deyil, inkar deyil, inkar deyil. Qaldı bu ikisi. Bu hər ikisi eynidir. Deməli, birinci səhvə baxırıq. Bu have də bitmişdir. Bu isə were keçmiş davam edicidir. Burada da baxın, for var. Fordan sonra dedi, zaman, period bildirən söz gəlirsə, burada 2 saat gəlib. 2 saatdır ki, onda bitmiş zaman olacaq B. 76-cı suala baxırıq. Yenə də baxın, yet var burada. Bitmiş deyil, bitmiş deyil. Qalanları bitmiş və inkardır. Baxırıq birinci səhvə. For 2 years var. 2 ildir ki, bitmiş zaman lazımdır. Bu bitmiş deyil, indiki davam edicidir. Qaldı A, C. Fərq odur ki, bu indiki bitmişdir, bu keçmiş bitmiş. Bu indiki isə böyük ehtimalla bu da indiki olacaq. Gəlin mənaya baxaq. Anna deyir 2 ildir ki, mənzil almağı planlaşır, amma o hələ də kifayət qədər pul qazanmayıb. İkisi də indiki olacaq. Yəni bu indikidirsə avtomatik bu da indiki olur. Neçə sualımız qaldı? Aha, 3 sualımız qaldı. Deməli, 77-ci suala baxırıq. Since morning var, bitmiş zaman olmalıdır. İndiki davam edici, indiki davam edici, indiki sadə. Bu ikisi qaldı. Bu indikidirsə, bu böyük ehtimalla bu da indiki olacaq. Gəlin mənaya baxaq. Deyir, Rose səhərdən bəri maraqlı bir film izləyir, amma o hələ də izləyib bitirməyib. İkisi də indiki olur, B variantı. 78-ci suala baxıram. Since morning var burada da. Bitmiş zaman olacaq. Baxın, bu indiki davam edici, indiki davam edici, indiki sadə. Qaldı bu ikisi. İndi yenə də bu indikidirsə, bu da indiki olacaq. Mənaya baxaq. Deyir ki, Kate səhərdən bəri dadlı bir kökə hazırlayır və o hələ də bişirib bitirməyib. İkisi də indiki olacaq B. 79-a baxırıq. Mən səhərdən bəri eyni səs yazmanı dinləyirəm. Aha, since var burada. Bitmiş zaman olacaq. Bu indiki davam edici. İndiki davam edici getdi. İkinci zərfdə də yet var. Bu bitmiş deyil. Qaldı bu ikisi.
Bu dedik indikidirsə, bu da indiki olmalıydı. Yəqin ki, B olacaq. Gəlin baxaq mənaya. Mən səhərdən bəri eyni dinləməni dinləyirəm, amma hələ də ona fokuslana bilməmişəm. İkisi də indiki olur, B variantı. Bununla da bitmiş zamanların izahını yekunlaşdırdıq. Ümid edirəm sizin üçün faydalı olub. Sağ olun, salamat qalın.